Salam, hər vaxtınız xeyir əziz kanal izləyiciləri. Mən Aytaç Həsənova. Bugün sizlərə 2-ci sinif Azərbaycan dili dərsi ilə növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl bir elanı sizə çatdırım ki, onlayn hazırlıq qruplarımıza aşağıdakı nömrə ilə əlaqə saxlayaraq yazıla bilərsiniz. Bizim hazırlıq qruplarımız həftədə 4 dəfə 90 dəqiqə olmaqla riyaziyyat və Azərbaycan dili üzrə tədris olunur. Monitorinqlərə hazırlıq, oxuyub anlama bacarığının inkişaf etdirilməsi, riyazi bacarıqlarının inkişaf etdirilməsi, ev tapşırıqlarına kömək, dərsidəki bütün mövzuların xırdalığına qədər izah olunması və mənimsənilməsi, həftəlik sınaqlar, mövzu sınaqlar və aylıq sınaqlar, bütün bunların hamısı bizim hazırlığımızda təşkil olunur. Sizə tam əminliklə deyə bilərəm ki, inanın bu hazırlığa qoşulmaqla peşman olmayacaqsınız. İndi isə keçirək mövzumuzu. Bugün sizinlə dodaqlanan və dodaqlanmayan saytları keçəcəyik, amma onunla yanaşı gəlin 5A tapşırığına baxaq, görək burada nə deyir. Osman Babanın adındakı saytlərin oxşar xüsusiyyətini müəyyən edin. Bu saytləri tələffüz edərkən dodaqlarınızın vəziyyətinə diqqət yetirin. Hansı fərqi hiss etdiniz? Baxın, Osman Babanın adında 2 dənə sayt var. O və A saytları. O da qalındı. A da qalındı. Hər ikisinin oxşar cəhəti qalın sayt olmasıdır. Bu oxşar xüsusiyyətidir. Oxşar. Bəs fərqli xüsusiyyəti nədir? Baxın. Deyir, bu saytları tələffüz edəndə dodaqlarının vəziyyətinə diqqət edin. O saytını dedikdə dodaqlar qabağa gəlir. Dodaqlar irəli gəlir. A saytını dedikdə dodağımız yan tərəflərə doğru gedir. Dodaqlar irəli gəlmir də, yəni dodaqlar yan tərəfə gedir. Bu isə fərqli cəhəti idi. İndi keçirik dodaqlanan və dodaqlanmayan saytlərə. Baxın, dodaqlanan saytlər O, Ö, U, Ü. Bunu qısaca yadda saxlamaq üçün uşaqlara belə izah eləyə bilərsiniz ki, deməli, bir dəqiqə, kitab açılsın. Bunu uşaqlara yadlarında saxlamaq üçün deyə bilərsiniz ki, məsələn, O, U, bir də bunların nöqtəlisi. O, U, bir də bunların nöqtəlisi. Yəni, O, Ö, U, Ü. O, U, bir də bunların nöqtəlisi. Bunlar dodaqlanan saytlərdir. Bunlar isə dodaqlanmayan saytlərdir. Baxın, onu da deyəndə dodaq irəli gəlir. Unu da deyəndə dodağımız qabağa gəlir. Görürük ki, dodağımız qabağa doğru çıxır. Ünü də deyəndə və önü də deyəndə. Amma dodaqlanmayan saytlar A, Ə, E, I, I. Amma dodaqlanmayan saytlar deyəndə isə dodağımız qabağa gəlmir. Dodağımız yan tərəflərə doğru əyilir. Genəlir daha doğrusu. İndi keçirik tapşırıq B-yə. Tərkibində dodaqlanan saytlar olan sözləri seçin. Baxın, burada yoxdur. Burada var. Odur, udur. Burada da var. Odur, udur. Burada da var. O ilə U. Yağış sözündə yoxdur. Kömür sözündə var. Ö ilə Ü. Üzüm sözündə 2 dənə Ü var. Dəyirmi sözündə yoxdur. Uzun sözündə də var və geyim sözündə isə yoxdur. Tapşırıq C. Saytləri aşağıdakı kimi qruplaşdırın. İncə dodaqlanan saytlər. Gəlin baxaq. İncə dodaqlanan. Həm incə sayt olsun, həm də dodaqlanan sayt olsun. Baxın, yadınızda saxlayın ki, bir dənə qısa bir ipucu da bunu verim ki sizə. Nöqtəli olanların hamısı incə saytlərdir. Nöqtəsiz olan samitlər isə, bunların əksi, nöqtəsiz olan I, O, U.
Bunlar isə qalın saitlərdir. Deməli, nöqtəli olanlar incə saitlərdir, başında nöqtəsi olanlar. Onların əksi, yəni nöqtəsiz versiyası isə qalın saitlər olmuş olacaq. İndi bizə incə dodaqlanan saitlər deyir. Dodaqlanan saitlər O, Ö, U, Ü'dür. Bunların arasından nöqtəli olanlar incə saitlər olacaq. Keçirik ikinciyə. İkincidə deyir qalın dodaqlanan olsun. Qalın dodaqlanan. Dodaqlanan saitlər, baxın burada yazıram O, Ö, U, bir də Ü'dür. Dedik ki, nöqtəli olanlar incədir. Nöqtəsiz olanlar da qalın olur. Keçirik 3. Nə deyir bizə? İncə dodaqlanmayan saitlər. Baxmalıyıq bura. İncə dodaqlanmayan saitlər. İncə dodaqlanmayan saitlərimiz bunlardır. A, I, E, Ə, İ. Dodaqlanmayan incə. İncə dodaqlanmayan. İncə saitlərimiz E-dir, Ə-dir, bir də nöqtəli olandır. E, Ə, İ. 4-ə baxırıq. Qalın dodaqlanmayan. Baxırıq ki, bura qalın dodaqlanmayan A olacaq, bir də I olacaq. A, I. Keçirik tapşırıq Ç-ya. Sözləri saitlərin növlərinə görə qruplaşdırın. İncə dodaqlanan saitli sözlər. İncə dodaqlanan saitli sözlər O ilə, Ü ilə, daha doğrusu Ö olacaq. Ömür yazırıq. Sonra olacaq kömür. Daha sonra var tülkü. Olacaq gümüş. Daha sonra köpük. Bütün bunlar incə dodaqlanan saitli sözlərdir. Keçirik indi. Qalın dodaqlanan saitli sözlər. Yəni O ilə U olmalıdır. Olacaq ikinci aid olan soyuq. Daha sonra qonşu. Ancaq O ilə U saiti olan sözləri götürməliyik. Uzunsov. Xoruz. Bir də bolluq. Bir də murov. 3-də qalın dodaqlanmayan saitli sözlər olmalıdır. Qalın dodaqlanmayan saitli sözlər. Deməli, bunlar olacaq A ilə I. A ilə I olan balıq, yaşıl, sonra qısa, qaşıq. Bir də var incə dodaqlanmayan saitli sözlər. Bu da E, Ə, İ olanlardır. Yelpik, gəmi. Baxın, deməli, burada A, I-dır. Burada E, Ə, İ. Sonra rəqib, meşə, eynək, Kərim, igid. Bu qədər.
Keçirin növbəti. Ailənizin fəxr etdiyi yaxın qohumunuz haqqında məlumat toplayın. Məlumat vərəqini aşağıdakı kimi tərtib edin. Məsələn, ola bilər ki, ailədə atavız, anavız olsun və ya babavız olsun, qardaşınız, bacınız, kimi istəsəniz yaza bilərsiniz. Deməli, kimi tanıtmaq istəyirsinizsə, onun adını, soyadını yazırıq. Məsələn, mən tutalım ki, qardaşım üçün yazacağam. Yazıram Həsənov Xəyal Anaroğlu. Atasının adı da Anardır. Aha. Daha sonra onun şəklini vərəqə yapışdıracağıq. Burada onun şəkli olacaq. Burada onun şəkli olacaq. Sonra onunla qohumluq əlaqəmizi yazırıq. Qardaşım. Və qohumunuzla bağlı bildirmək istədiyiniz məlumatları yazın. Yazınıza isə başlıq verin. Əvvəlcə siz fikirləşməlisiniz ki, biz qohumumuz haqqında nə yazmaq istəyirik. Dəqiqləşdirin. Onun məsələn təhsil həyatını mı yazmaq istəyirsiniz, igidliyini mi yazmaq istəyirsiniz? Yəni bu formada nə yazmaq istəyirsinizsə, onu dəqiq yazmalısınız. Məsələn, yazırsınız ki, qardaşım Xəyal 21 yaşı var. O yüksək balla fövqəladə Hallar Akademiyasına qəbul oldu. Akademiyanı bitirib leytenant rütbəsini aldı. İndi isə xalqımıza xidmət edir. Və yaxud da hərbiçilərimiz haqqında da yaza bilərsiniz. Hansı ki, sizə yaxın qohumunuz varsa, hərbiçi, döyüşdə iştirak eləyibsə və yaxud da qazi qohumunuz varsa, onun haqqında da yaza bilərsiniz. Və yazınıza başlıq verin. Yazımıza başlıq vermək üçün məsələn yaza bilərik ki, hər kəs öz yazdığı mətnə, yazdığı hekayəyə başlıq verməlidir təqdimatına. Məsələn, mən yazıram. Çalışqan qardaş. Bu formada mətnimizə ad da veririk. Daha sonra məktəbdə onu təqdimatını edirik. Keçirik növbəti səhifəyə. Tapşırıq A. Şeirin adını oxuyun, məzmununu təxmin edin. Yadigar adlar. Deməli, burada sizcə nədən söhbət gedə bilər? Yadigar adlar şeirindən. Şeirin məzmunu nədən bəhs edir? Burada əlbəttə ki, söhbət eldən, obadan,
köhnə vaxtlardan, yəni belə şeylərdən söhbət gedir. Yadigar adlar. Yəni əvvəllərdə insanların adlarından söhbət gedir. Elimizdən, obamızdan, igidlərimizin göstərdiyi şücaətlərdən söhbət gedir. Gəlin oxuyaq. Tural, Günay, mən və Günel bir babanın nəvəsiyik. Bu dünyadan köçüb getmiş igidlərin əvəziyik. Ürəyimiz ayrı deyil. Elimizdən, obamızdan adlarımız yadigardır bizə Qorqud babamızdan. Biz getsək də onlar qalıb əsrlərlə yaşayacaq. Babaların, nənələrin adlarını nəvələri daşıyacaq. Rafiq Yusifoğlu. Həqiqətən də görürük ki, şeirimizdə elimizdən, obamızdan, dünyadan köçüb getməkdən, nəvələrin öz baba və nənələrinin adını daşımasından söhbət gedir. Tapşırıq B. Nənə və babanızın sizdən başqa nəvələri varmı? Onlar kimlərdir? Burada artıq hər kəs, hər kimə müəllim sual verirsə, o uşaq öz nənəsinin, babasının başqa nəvələri varsa onları deyir. Hansı ki, onun əmisi oğlu, əmisi qızı, xalası oğlu, xalası qızı, bibisi oğlu, bibisi qızı varsa artıq onları deyir. Deyir, bəli, mənim nənəmin, babamın başqa nəvələri var. Onlar mənim bibim qızıdır, bibim uşaqlarıdır, əmim uşaqları, dayım uşaqları, xalam uşaqları bunlar sayılır. Keçirik tapşırıq C-yə. Tapşırıq C-də deyir ki, şeirin hansı misralarında sözlərin tərkibində yalnız dodaqlanmayan saitlər iştirak edir? Dodaqlanmayan saitlər A, I, E, Ə, İ. Hansı misralarında deyir? Ancaq dodaqlanmayan saitlər işlənməlidir. Baxırıq ki, məsələn, birinci misrada dodaqlanan sait var. Bu olmaz. Baxın, ikinci misrada ancaq dodaqlanmayandır. Sonra üçüncü misrada var. Dodaqlanan var. Dördüncü misra ancaq dodaqlanmayandır. Daha sonra ikinci bəndə baxırıq. Burada birinci misrada ü var. Dodaqlanan saitdir. Bu olmaz. Amma ikinci misrada da o var. Yenə dodaqlanandır. Bizə ancaq dodaqlanmayan lazım. İkinci bəndin üçüncü misrası ancaq dodaqlanmayandır. Dördüncü misrada da dodaqlanan sait var. Üçüncü bəndin birinci misrasında da dodaqlanan sait var. İkinci misrasında yoxdur. Üçüncü misrasında da yoxdur və dördüncü misrasında da yoxdur. Deməli, bu misralarda ancaq dodaqlanmayan saitlər işlənib. Aşağıdakı mətni oxuyun, şeirin hansı misraları ilə səsləşdiyini müəyyən edin. Qədim zamanlarında Türk elində belə bir adət vardı. Yeni doğulan körpəyə ad qoyulmazdı. Uşaq böyüyəndə ona ad qoyma mərasimi keçirilərdi. Qohum-qonşular bir araya toplaşar, elin ağsaqqalı Dədə Qorqud gələrdi. O gəncin əməllərinə uyğun ad seçərdi. Qopuz çalaraq gəncin adını hər kəsə bəyan edər, ona öz xeyir duasını verərdi. Gəlin baxaq burada söz bağçasına adət nə deməkdir? Daha sonra adət xalqın qəbul etdiyi qaydadır. Qayda, qanun. Xalqın qəbul etdiyi qayda, qanuna adət deyilir. Sonra burada var ağsaqqal. Ağsaqqal deməli nə deməkdir? Hansı ki ağsaqqallar dünya görmüş yaşlı adamlara, qoca adamlara deyirlər. Burada da görürsüz, Dədə Qorqud yaşlı babadır, yaşlı adamdır. Dünya görmüş, yəni çox bilir də, onun bilikləri çoxdur. Dünya görmüş qoca adam. Daha sonra var qopuz. Qopuz da saza bənzəyən musiqi alətidir, hansı ki, Dədə Qorqudun əlindədir. Saza bənzəyən musiqi aləti.
Daha sonra keçirik, burada var bəyan etmək, yəni elan etmək. Nəysə hər kəsə eşitdirirsən. Və xeyir dua. Bu da böyüklərin söylədikləri xoş arzulardır. Aha. İndi bizə burada nədir? Mətni oxuyun, şeirin hansı misraları ilə səsləşdiyini müəyyən edin. Baxın, burada görürsünüz, deyir Dədə Qorqud gəlir, uşağa ad qoyma mərasimi keçirdirlər. Hansı misradaydı? Deyir, ürəyimiz ayrı deyil, elimizdən, obamızdan, adlarımız yadigardır bizə Qorqud babamızdan. İkinci bəndin yazırıq. İkinci bəndin dördüncü misrası ilə uyğunlaşır. Qopuz sözün izahını oxuyun. Varlığın əlamətlərini və ümumi mənasını bildirən sözləri müəyyən edin. Qopuz sözün izahını oxuduq və varlığın əlamətlərini və ümumi mənasını bildirən sözləri müəyyən edin. Baxın, qopuz ümumi mənası musiqi aləti olmasıdır. Ümumi mənası musiqi aləti. Musiqi aləti. Əlamətləri isə saza oxşaması, bir də simli olmasıdır əlamətləri. Simli olması. Deməli, qopuzun ümumi mənası musiqi aləti olması, əlamətləri də saza oxşaması və simli olması. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.